Salyan rayonundan şikayətlə əlaqədar gəlmişik çəkilişə ki, zamanında, vaxtında Ulu Öndərimizin miras qoyub getdiyi bax bu evlər, tikib verdiyi kasıblara, veteranlara verdiyi bu evləri indi bərbad haldadır və bunların müraciətinə burada baxılmır. Özü təqdim edin. Özüm də veteran. Özü təqdim edin, adı familiyanızı. Əbilov Adgözəl. Özüm də veteran. Yaxına gəl. Mən neçə dəfələrlə getmişəm özüm. İcra başçısında yanında olmuşam. Mavilərində yanında olmuşam. Elə deyirlər gələcək, hələ bir adam da gəlib çıxmır. Özüm də yaxşı. Yağış da hamısı evin içindədir. Kimin adamı var, onun evini təmir edirlər. Salyan rayon sakini Əbilov Adgözəl Media TV və Az Media qrupuna müraciət edərək bildirir ki, dəfələrlə rayon rəhbərliyinin qəbulunda olsa da müraciətinə hələ də baxan yoxdur. Onun sözlərinə görə kimlərin ki adamı var, onların evləri təmir olunub. Lakin özləri kimi imkansız və arxasız insanlar problemləri ilə baş-başa qalıb. Adgözəl Əbilov bildirir ki, yaşadığı evin dam örtüyü tam yararsız vəziyyətdədir. Yağış yağan zaman su demək olar ki, hər yerdən axır və evin içinə dolur. Bu isə ailənin normal yaşayışına ciddi maneə yaradır. Vətəndaş probleminə diqqət yetirilməsini və aidiyyəti qurumların məsələyə baxmasını xahiş edir. Daha ətraflı məlumatı Adgözəl Əbilovun öz dilindən eşidirik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Yağış da hamısı evin içindədir. Özüm də, oğlum da özü də əskərlikdə, özüm də kasıb ailə bir qolum işləmir. Xahiş eləməm, müraciət edirəm sizə, başda dönüm. Bu evə ələc eləyin. Ələc eləyin. Evin üstü necə? Evin üstü damır, yəni evə su damır. Evin içi hamısı damır. İndi şəkildə görəsiniz. Baxmaq olar da yəqin ki. Baxmayacaq, hamısı baxasın. Ha, baxın. Görürsünüz evin. Eve baxın. Baxın, divarlara baxın. Görün nə gündədir. Görürsünüz. Texas bunlar. Burası donmaqdan bu vəziyyətə düşüb. Milyonum sərmişi, kliyonkar milyonum. Kliyonka'nı hara sərmişsiniz? Evin üstünə. Hə. Siz tut. Rüstəm müəllimə şəxsən belə. Rüstəm müəllimə siz müraciət eləmişsiniz hə bu haqqında? Rüstəm müəllimə müraciət eləmişsiniz, yeni təyin olmuş. Olmuşam qabulda. O nə dedi? Söz verir, sonra eləmirlər, yoxsa necə? Elətdirmirlər də, başadır. Və nə deyirlər sizə? Deyirlər ki, fonda pul gələcək, nə qədər bu pul, babanın fondunda patlayan pul olur. Bəli, var. Babanın fondunda tikilənə 2000 adam var, səldir. 2000 adam yoxdur, elə deyəmişik biz. Get gələ salırlar ki, get gəl də. Get gəl. Mən icrada məndən çox ora gedən adam yoxdur. Hele ki yanında gözün qabağında olmuş ki, o yanına yollayır, bu yanına yollayır. Uşağım da əskər, o fikrini çəkib, evin fikrini çəkib. Daha hamısı, ayın gəl bura. Yorğun döşək suyun içində çürüyüb, nəmiyinlə yatmaq olmuş. Patoloqa bax, divara. Ama gel baba bu daha. Hamısı duhardan geliyor. Gel hanım. Baba bu daha. Ha, hal-hazırda görüb, bəli, görürəm. Hamısı bu yatmaq olmur burada. Allah haqqı. 5 il bundan qabaq bunlar dəyişilməliydi. Yəqin ki, əlaqədar təşkilatlar bizim sizin səsini eşidər. Möhtərəm prezidentimiz İlham Əliyev buna xəbər olar ki, o fikirləşər, deyər, mən bilirəm ki, xəbəri yoxdur. O bunu görəndən sonra ki, onun atası Ulu Öndər Heydər Əliyev xalq üçün bu qədər gözəl şərait yaradıb və bugün istər bura, istər digəri təyin elədiyi icra başçıları ki, biganə yanaşır. Bundan inanın ki, möhtərəm prezidentimizin xəbəri yoxdur. Yoxdur. Kuşlarım ağrır oraya gedib gəlir. İnanıram ki, indi biz bu çəkilişi aparıb ictimailəşdirəcəyik, baxıb görərlər və sizə tezliklə kömək göstərərlər. Allah'ın cevabı bu da son sizlərdə, burada yatmaq olmur. Qadı alın, burada yatmaq olmur. 5 il bundan qabaq dəyişilməliydi. 5 il bundan qabaq bu evlər işi dəyişilməli. Rezindir, rezin.